Bizə verib x, y birləşməsində x-in y-ə kütlə nisbəti 3-ün 4-ə kimidir. Eyni kütlədə götürülmüş x, y reaksiyasından sonra bu maddələrin birindən 5 qram artıq qalıb. Birinci reaksiyanı yazırıq. X üstə gəlinsin y, alınır x, y. Kütlə nisbəti 3-ün 4-ə kimidir. 3x, 4x yazmalıyam əslində, amma ehtiyac yoxdur, çünki ixtisar gedəcək. Elə bu şəkildə qalsın. Eyni kütləyə gətirilibdir. Ona görə həmişə bu tip suallarda böyüyün kütləsinə gətirilir. Yəni 4-ə gətirəcəyik. 4, bu da 4. Baxıram ki, 1 qram artıq qalan var, o da x-dir. Bizə deyir ki, bu maddələrdən biri artıq qalır, bu 5 qramdır. 5 qram olarsa x, y-i tap və x-i tap. Mən birinci 1 qrama görə baxım. 3, 4, 7 qram da x, y alınmalı, düzdür? 1 qram deməli artıq qalsa 7 qram x, y alınacaq. 5 qram artıq qalanda olacaq neçə? 35 qram. Deməli, x, y oldu 35 qram. Və neçə qram x reaksiyaya daxil olur? Baxıram ki, 1 qram artıq qalanda nə qədər x reaksiyaya daxil olub? 3, düzdürmü? 5 qram artıq qalsa nə qədər olar? Bu da edir 15. Deməli, 15 qram x reaksiyaya daxil olar.